Bəli, Almaniya mediası Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatları hücumlarına və martın 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası haqqında xəbərlərə geniş yer verir. Almaniyanın Spiegel, Zeit, Handelsblatt, Tagesspiegel, Bild, Berliner Zeitung qəzeti və jurnalları, Tagesschau və Welt telekanalları, eləcə də digər media qurumları bu barədə silsilə xəbərlər yayımlayır. Xəbərlərdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında aeroportun, məktəb binasının və digər mülki obyektlərin dron hücumuna məruz qaldığı vurğulanaraq, bu hücumun Azərbaycan tərəfindən sərt şəkildə pisləndiyi və İran səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilir. Məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirildiyi, dövlətimizin başçısının göstərişi ilə Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına gətirildiyi qeyd olunur. Spiegel jurnalının yaxın şərqdəki vəziyyətlə bağlı daim yenilənən xəbər blokunda yer alan məlumatda hücumdan sonra Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi qeyd olunur. Handelsblatt qəzeti rəsmi Bakının ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq, həmçinin mülki əhalinin və mülki infrastrukturun təhlükəsizliyinin təmin etmək üçün zəruri əks tədbirlər hazırladığını qeyd edib. Tagesspiegel qəzeti İran müharibəsinin getdikcə daha çox ölkəyə yayıldığını qeyd edir. Azərbaycanın bu iyrənc terror aktına görə cavab tədbirləri görəcəyini açıqladığı, Prezident İlham Əliyevin göstərişi ilə silahlı qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyi qeyd olunur. Qəzet Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın Brüsseldə verdiyi açıqlamada İranın xaos yaratmaq üçün müharibəni mümkün qədər çox ölkəyə yaymağa çalışması barədə fikrini də diqqətə çatdırır. Zeit Tagesschau xəbər xidmətinin məlumatında Türkiyənin Azərbaycanın hücuma məruz qalmasına dərhal sərt reaksiya verdiyi, qardaş ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında regionda üçüncü ölkələrə qarşı hücumların dayandırılmasının zəruriliyini vurğulandığını və bu cür hücumların müharibənin eskalasiyası riskini artırdığını bəyan etdiyi vurğulanır.